Ana elə bir varlıqdır ki, övladın çətinliyə düşməməsi üçün, sıxıntısının olmaması üçün daimi övladı üçün dua edir. Amma görürsən, övlad nə edir? Bəzən ananın bir xahişini yerinə yetirmir. Nə istəyir ki ana bizdən? Ana övladdan var dövlət istəmir. Ana övladdan mal-mülk istəmir. Nə istəyir? Deyir, övladım, istəyirəm səndən bir neçə dəqiqə vaxt keçirim. Ananın istəyi budur, vəssalam. Görürsən, övlad bunu anaya çox görür. Ananın istədiyi budur ki, övlad otursun yanında, ana onun əlindən tutsun, bir neçə dəqiqə dərdləşsin. Övlad nə deyir? Mənim vaxtım yoxdur. Sonra eləyərik. Sonra oturaram səndən. O sonra başını qaldırırsan ki, nə ana var, nə ata var. İndi deyirsən ki, Allahım, bütün var dövlətimi al, mal mülkümü al, bir dəqiqəlik ata-anamın nəfəsini ver. Mümkün deyil.